Bismillahirrahmanirrahim. Lazım deyil ki, mübarək Ramazan ayında insan orucluğu niyyət eləyəndə qəlbindən keçirsin və yaxud desin ki, mən sabah oruc tutaram. Bunlara ehtiyac yoxdur. Bəlkə bir şəxs ümumi fikri bu ola ki, mən Allahın əmrinə itaət olaraq sübh əzanından ta məğrib əzanına qədər orucu batil eləyən şeylərdən çəkinəcəyəm. Bu ümumi fikir bunda olsa, elə kifayət eləyər. Və ehtiyac yoxdur ki, təzədən niyyət eləsin, desin ki, mən sabah oruç tuturam, qurbətən iləllah, buna ehtiyac yoxdur. Elə bu ümumi fikirdə olsa, bu kifayət eləyər. İkinci məsələ, əgər bir nəfər sübh əzanından qabaq niyyət eləsə, niyyəti bu ola ki, mən bugün oruç tuturam, belə bir niyyət eləsə və ondan sonra yuxu apara onu, yata. Ta o vaxta qədər yata ki, bir də ayıla görə məğribdir, artıq şam namazıdır, şam əzanıdır. Yəni, məğrib namazından sonra, məğribdən sonra ayıla. Bunun orucu necə? Səhihdir, yoxsa səhih deyil? Ağalar buyururlar ki, bu şəxsin də orucu səhihdir, bunun orucu düzdür. Vəssalamu aleykum və rəhmətullah.